bitkili, həm də dişi hissəcilər yeni bir bitki üzərində gedir. Bəli. İki evli bitkilərsə yalnız bir cins hissəcilər olur. Onun da digər bir xüsusiyyəti isə dişi hissəcilər bir bitkidə, erkəkli hissəcilər isə digər bitkilər gedir. Çox sağ olun. Buyurun. İndi Xarı Bülbül komandası sonuncu kim eləyəcək təqdimatı? Rəhmə, sən eləyəcəksən. Rəhmə, demək siz qruplaşdırmalıydı. Necə qruplaşdırırsınız qızım? Hansı orqanları götürürsünüz? Mən Biz deməli, çoxalmada iştirak edənləri müsbət, eləməyənləri mənfi ilə. Buyur. Mən Aha. Sən heç nama ora baxma, sən erkəkli çiçəyin çoxalmada iştirak edir. məlumat vermə. Sən sadəcə mən şey görüm, hansı orqanlar iştirak edir? Erkəklik, tutuncuq, ağızcıq, yumurtalıq, tozluq və dişicik iştirak edir. Amma sizə bir söz deyim. Bax, indi gələcəkdə keçəcək, çiçək yaprağı da iştirak edir, lakin onlar yalancı meyvələr əmələ gətirirlər. Yəni, bunu gələcək dərslərimizə keçəcək. Sonra mənfiləri hansı götürmürsən? Mən çiçək saplağı, kasacıq və dəsək isə çiçəyin əsas orqanı olmur. Buna görə də ondan çoxalmada iştirak Mənfi nə göstürmürsünüz? Yaxşı, ikinci sualınız nə idi? İkinci sualınız, aha, klaster. Görüm klasterdə nə götürmürsünüz? Aha. İki evli bitkilərə yazmışıq ki, dişiciyi və erkəkliyi olur. Bəli. İki evlidir. Erkəklik Necə cinsli olurlar? İki evlilər bir cinsli olurlar, düzdür? Erkəklik ayrı bitkide yerləşir, dişicik isə ayrı. Bəs bir evlilərə nə götürmürsünüz? Bir evli bir cinsli olurlar. Aha, yox, bir evli həm bir cinsli, həm iki cinsli ola bilər, düzdür? Erkəklik və dişicik bir bitkide yerləşir. Bəli. Bir evli bitkilərdə bir cinsli. Demək, bir evli bitkilərin elə çiçəyi var ki, onda həm erkəkçi, həm də dişicik ola bilər. Əyləş, çox sağ ol qızım. Deməli, bir sözlə, qrupların təqdimatı yaxşı idi. Gəlin istəyirsiniz, bir doğru cavablarınıza nəzər yetirək. Doğru cavablarınız görək, sizin dediyiniz fikirlər onlarla üst-üstə düşəcəkmi uşaqlar? Doğru cavablarınız, tez baxaq. Aha, Nərgiz qrupunun doğru cavabı. Deməli, 1, 3, 4, 7, 8, bəli, 2, 5, 6, 9, düz götürmüşsünüz. İkinci sual. Aşağı eləyim dərsimizi. Yaxşı, Lalə qrupunun suallarına baxaq, cavablarına. Generativ, çiçəyin siz demişdiniz bunu, cinsiyyət bunu da demişdiniz. Əmələ gətirənlər suallarınızı verdiniz. Bəli, bu da düzdür. Sonra növbəti. Aha. Deməli, əsas orqanı erkəkli dişici götürmüşdür, digər orqanları çiçək salaq. Bəli, çox düzdür. Sonra növbəti. Bu sizin Venn diaqramınız idi. Çiçəklər, erkək çiçəklər eyni bitkidə olur. Bəli, düz götürmüşdünüz. Növbəti. Xarı bülbül. Siz görürsünüz xarı bülbül komanda. Baxın, bir cinsi, iki evlilər üçün. Erkəkli dişici və bəli, çox düzdür, düz götürmüşdünüz. Növbəti. İştirak eləyənlərin müsbətinə baxın, siz də çiçək saplağını götürmüşdünüz, kasarcılığı götürmüşdünüz, bəli, sonra növbəti sual. Bəli, bu da bir evlilər üçün götürmüşdünüz. Erkək dişi, siz fikir verin uşaqlar cavablara. Görürsünüz, sizin cavablarla bir qədər dəyişdiniz. Siz yerləriniz biraz başqa cür yazmışsınız, amma eynən üst-üstə düşür. Çox sağ olun. Deməli, indi mən uşaqlar bir meyyar cədvəli düzəltmişəm. Meyyar cədvəlinə görə sizin meyyar cədvəlinə görə uşaqlar sizin aktivliyinizi təyin eləmək istədim. Gəlin görək indi bu hansı aktivlik olacaqdır? Uşaqlar bu qrupların adlarıdır. Mən qabaqcadan təyin eləmişəm bunu. Baxın, mən ən çox hansı qruplarda dinləməni, fikrini ifadə etmə, əməkdaşlığı gördüm. Amma yəqin ki, heç kəs inciməyəcək. Mən qruplara üstəgəl mənfi, yəni işarələrini işarə edəcəm. Mən ən gözəl əməkdaşlığı gördüm Lalə qrupunda. Lalə qrupuna əməkdaşlığa xahiş edərdim. Bir də müstəgəl qoyardınız əməkdaşlığa. Lalə qrupu. Lalə qrupu, əməkdaşlığa üstəgəl qoyun. Fikrini ifadə etmə, Bənövşə qrupuna çox gözəl xoşuma gəldi. Müsbət qoyun, fikrini ifadə etməyə. Fikrini ifadə etməyə müsbət qoyun. Sonra Xarı bülbül qrupu da öz fikirlərini çox gözəl ifadə elədi. Xarı bülbülə də müsbət qoya bilərsiniz. Heç nə olmaz, qoyun, ehtiyac yoxdur, yəni artıq hamımız bildik. Qaldı Nərgiz qrupu. Nərgiz qrupu çox gözəl dinləmək qabiliyyətinə malik oldu. Nərgiz qrupuna müsbət qoyun. Uşaqlardan mənfiləri qoymuramsa artıq özünüz
artıq mənfi deməkdir. Yəni artıq mən onu sizin könlünüzü qırmaq istəmirəm. Deməli, bundan sonra uşaqlar gəlin, meyar cədvəli də quruldusa, uşaqlar, mən sizin bir yaradıcı tətbiq etmədən istifadə edərək sizin bir qabiliyyətinizi yoxlamaq istəyirəm. Hamımız rəsmi bacarırıq, uşaq vaxtından keçmişik. Artıq sizin öz anlayışınızda, bağça yaşlarınızda bilirsiniz. Yarpaq nə rəngdə olur, ləçək nə rəngdə olur və s. İndi gəlin, mən sizə bir neçə belə şəkillər verəcəm. Amma hər bir qrupun adına uyğun şəkillər verəcəm. Məsəl üçün, Nərgiz qrupu, bu şəkil sizə. Aha, xarı bülbül. Bax, bir neçə dənədir. Bir qaralasınız, heç də olmaz, rəyliyə bilərsiniz. Sonra Bənövşə qrupu, bu sizə. Artıq sizin ekranda şəkliniz var. Lalə, bu da sizə. Rəngləyin, görün siz, hansı qrup, kim daha düzgün rəngləyəcək? Xahiş edirəm, biraz tez olun. Biraz tez olun. Hamınızın yəqin ki, rəngli karandaşlarınız, flomasterlarınız var. Bak, görürsünüz bu qrupun əməkdaşlığı çox gözəldir. Yenə də o birgə rənglərində. Aha, siz də işləyirsiniz, işləyin. Buraları bırak deneyim. Qalan vaxt biləndə alacam, kim nə qədər yarımçı rəngiyib özü bilər. Bəlkə bir-bir ləçəyə eləməmişsiniz, mən bilmirəm. Ona görə biraz aktiv olun. Mənə maraqlıdır ki, xarı bülbülün ləçəkləri maraqlıdır. Çətin rəngləri. Görəm xarı bülbül komandası rəngləri düzgün alet edə biləcəkmi? Ən maraqlısı çünki o çiçəkdir. Aha, Nərgiz qrupu deyir, biz artıq bitiririk. Yəni kim bitirirsə artıq verə bilər, problem yoxdur. Burada yaşıyorlar. Burada yaşıyorlar. Kimdə hazırsa verə bilər. Hazır olanlar verə bilər. Hazırsınız? Çox gözəl. Sən indi o rəngləri olur. Aha. Bənövşə qrupu çox sağ olun. Bənövşə qrupu təqdim elədi. Lalə qrupu. Lalə qrupu. Xarı bülbül. Aha, çox sağ olun. Uşaqlar, buyurun, əyləşin, gəlin indi. Görək biz rəsimdən necə almışıq bugünə qədər. Gəlin birinci başlayaq, şuurlarımızı saxtalamayaq da birinci qrupdan başlayaq. Nərgiz qrupu. Aha. Müsbəqə uyğunluq var. Gəlsin uyğunlaşdıra bilirlər, rəngləri təyin edə bilirlər. Çox gözəl. Sonra növbəti Lalə qrupu. Lalə biraz ortada sarılar göstərir, başa düşə bilmədim, o sarı nədir? İçər. O artıq sizin dünya görüşünüzdür də. Amma bilin ki, Lalə al qırmızı rəngdə olur. Al qırmızı, onu gedirək, qırmızı halayla Rəşid Bey Butonun belə bir mahnısı da var. Aha, yaxşı. Bənövşə qrupu. Oxşatmışıq. Pis deyil, yaxşıdır. Təyin eləyə bilmişik. Növbəti xarı bülbül. Yaralı yerimiz. Deyəsən oxşadıblar. Oxşadıblar deyəsən. Pis deyil. Aha, laf yaxşı. Çox sağ olun uşaqlar. Deməli, uşaqlar, gəlin indi. Əgər yaradıcı tətbiq eləməni də müzakirə elədiksə, mən istəyirəm ki, sizin artıq bu qrup işlərindən sonra bazı yoxlamaq istəyirəm. Bugün tədqiqat sualımız nə idi? Çiçək nədir və çiçəyin hansı orqanlarını biz tanıyırıq? Uşaqlar, çiçək nədir? Degən Türkan? Çiçək cinsi çoxalmada iştirak edir. Şəklin dəyişməklə qısılmış zoğdur. Qısalmış zoğdur. Əyləş. Yaxşı. Çiçəyin əsas hissələri hansılar idi? Günay? Çiçəyin əsas
Əyləş, dişici və erkəklikdir. Əyləş. Yaxşı dişicik hansı zərərdən təşkil olunmuşdur? Dişici ağırcıq, dişici sütüncüğü, yumurtaq və onun içində olan yumurtacıq. Əyləş. Kümmənə deyər toxum nədən əmələ gəldi? Toxum? Toxum yumurtanı təsvir edir, yumurtacıq. Çox düzdür, əyləş. Yaxşı. Kümmənə deyər erkəklik hansı hissələrdən təşkil olunur? De qızım. Tozluq, tozluq və erkəklik. Tozluğun isə tozcuqdur. Hə, erkəkçi sapı. Əyləş qızım, həyəcanlama. Yaxşı. Kümmənə deyər çiçəyin ləkəkləri birləşib nəyə belə gətirir? Zabir. Taca əmələ əməkdaşlıq edirsin. Taca əmələ gətirir. Yaxşı. Bəs kəsə yarpaqları birləşdi nəyə əmələ gətirdi? Ramil. Kəsə yarpaqları. Yox. De. Bir də de. Kəsacı. Siz möhkəm danışında verməlisiniz. Kəsacıq əmələ gətirdi. Lap yaxşı sonra növbəti belə bir sual verim. Bəs çiçək nəyin üzərində oturubdur? Çiçək nəyin üzərində oturubdur? Çiçək saplanır. Ay sağ ol, çiçək saplanının üzərində oturubdur. Yəni kim mənə deyər, iki cizli çiçəklər nədir? İki cizli çiçəklərlə nə başa düşürük? De qızım. Çiçəyin üzərində dişici və erkəklik. Ha, üzərində demək, içərisində. Dişli və əyləş. Yaxşı, kim mənə deyər, bir cizli çiçəklər nədir? Ayşə, sən heç cavab vermirsən, dur görüm aydalar. Bu nə tür çiçəklərdir? Bir cizli, bir evli. Ayşə, əyləş. Yaxşı, kim mənə deyər, iki evli bitkilər nədir? İki evli bitkilər. Heç mənə heç bir cavab vermədi. Dişicik və erkəklik bir bitkidə olur. İki evlidə. Yox, dişicik və erkəklik ayrı-ayrı Bitkilərdə olur, əyləş. Çox düzdür. Onda uşaqlar gəlin biz, əgər bunu da dərinləşdirdiksə, gəlin indi biz formativ meyarımıza keçək. Formativ meyarımıza keçək. Aha. Uşaqlar, deməli, mən formativ meyarı təsvir etməliyim. Bir əzəmət uzunluğunu göstərərdiniz. 38-i. 38. Deməli, mən əldə olunan bilikləri əsas meyarı təsvir etməklə götürdüm. Və mən bilmək istəyirəm ki, hansı qrup, mən zəif, orta, yüksək götürmüşəm və hər bir qrupun, əgər kim zəif alırsa, yəqin inciməyəcək. Zəif alırsa, bənövşə gülünü qoyacam, yəni göyərimdir. İndi bilirsiniz də niyə göyərim? Əgər kim orta qiymət alıbsa, qorxudan saralıbdır, evə gelib çatmaq var. Kim əla cavab veribsə, qızarıb, yəni artıq hər şey qaydasındadır. Qırmızı işıq bilirsiniz də, nə deməkdir? Aha, başladım. Mən belə qənaətə gəldim ki, yəqin müsiflər də mənlə razılaşacaq. Ən yüksək qiyməti verəcəm Lalə qrupuna. Lalə qrupu. Deməli, Lalə qrupu, Lalə qrupu, Lalə bura. Aha. Amma o demək deyil ki, Lalə qrupu, sizin bəzi mənfilikləriniz də var. Gözləyin biraz. Lalə qrupu, deməli, çiçəyin quruluşunu tam sərbəst şəkildə təsvir edə bildi. Aha. Bəlkə bu heç kəsə zəif verməyim, ürəyim gəlmir. Yaxşı, gəlin orta qiyməti görək hansı verilir? Zəif yoxdur axı. Əlbəttə ki, yox idi. Ona görə də adam qalib verir. Yaxşı. Onda gəlin, bir qədər mənim Xarı Bülbül komandası bir qədər zəif, orta idi. İndi düzdür, Xarı Bülbül adını daşıyırdınız, amma biraz aktivliyimiz az idi. Xarı Bülbülə sarı nərgiz gülü qoyaq. İnşallah bu nərgiz gülü qırmızı laləyə çevriləcək gələn dərslərimizdə. Aha. Sonra növbəti Nərgiz qrupumuz qaldı, əsas məsələ. Nərgiz qrupu qaldı. Nərgiz qrupu məncə yaxşı idi. Məncə pis deyil idi. Yəni, həm əməkdaşlığımız da yaxşı idi. Ona görə sizə də qırmızı lalə qoyaq. Aha. Amma ki, belə bir şey demək istəyirəm. İstəmirəm Xarı Bülbülün ürəyi qırılsın. Gəlin onda lalə qrupunu da yenə də